Bərdədə Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib. Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş Heydər Əliyev adına Park Bulvarda keçirilən xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı şənliyində rayon icra hakimiyyətinin başçısı Vidadi Hadisayev başda olmaqla rayon icra hakimiyyətinin, RAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, idarə müəssisə təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Vidadi Hadisayev və rayonun rəhbər işçiləri Novruz bayramı ilə əlaqədar rayonun ümumi təhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdən kənar müəssisələrin kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgilərlə tanış olmuş. Gənc idmançıların idman proqramlarına tamaşa etmiş, məktəblərin ifasında bədii kompozisiyalar, həmçinin milli məişət və milli mətbəximizlə bağlı səhnələrlə tanış olmuşlar. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və ümumi lider Heydər Əliyevin xatirəsi ehtiramla alınıb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi Hadisayev rayon sakinlərinə təbriklə çıxış edib. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Rayon icra hakimiyyətinin başçısı Vidadi Hadisayev meydanda bayram tonqalını yandırıb. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşku ilə qarşılanıb. Tədbir rayon mədəniyyət mərkəzinin hazırladığı konsert proqramı ilə müşahidə olunub. Müsar Rafiqoğlu, Rauf Qarabağlı, Aran TV, Bərdə.